Müəllif buyurur ki, və qalil Buxariyyu, İmam Buxari rahimehullah buyurur ki, Bəbul ilmi qabləl qavli vəl əməl. Elm söz və əməldən öncə gəlir fəsli. Fəsl açır kitabında. Deyir ki, elm sözdən və əməldən öncə gəlir. İmam Buxari kimdir? Əsl adı deyəndə ki, yəni adı, atasının adı, kim deyə bilər? İsmail Buxarinin adıdır. Yox, Muhammed adı. Muhammed ibn İsmail. Muhammed ibn İsmail. Səhih kitabının müəllifi. Səhih də qısa adıdır, o kitabının qısa adıdır. Adı uzundur. Və İmam Buxari haqqında heç danışmağa ehtiyac yoxdur. Elhamdülillah, Allah ona rəhmət etsin. Musannif rahimehullah, müəllif rahimehullah buyurur ki, dəlil və dəlilu qavluhu Teala, yəni buna dəlil olaraq Allah Teala'nın bu ayəsidir. Fikir versiniz, hər bir məsələyə dəlil gətirir. Hər bir məsələyə. Yəni, şeyxin bütün kitabları belədir. Məsələni gətirir və dəlil. Məsələ dəlil, məsələ dəlil. Və kitabını, misal olaraq, Kitab-ı Tövhid. Kitab-ı Tövhid də belədir, daha genişdir. Məsələ gəlir, dəlil gəlir, mütləq. Fikir versən, ancaq Kitab-ı Tövhid dəlillərdən ibarətdir. Öz sözü orada az zikr olunur. Ən çox dəlilləri zikr edir. Sanki kitabı bənzəyir hansı kitaba? Kitab-ı Tövhiddən danışıram, bu kitabdan yox. Buxarinin səhihinə. Eyni üslubla yazıb. Bab, fəsil, altdan ayət, hədis. Necə ki, Buxari rahimehullah eləyib. O cür. Ona görə Hindistanda bir dənə şeyx olur, daim dərsə başlayanda lənətlə başlayırdı. Salavatla, zikirlə başlayırdı, sonra Muhammed Abdullah lənətlə başlayırdı. Bir gündə gətirdilər kitabını, Kitab-ı Tövhidi. Gətirdilər, verdilər onu, üzünü cırıb verdilər. Yəni, adı yazılmayıb. Bir dənə kitabı veriblər bizə, bir dənə yoxla görək nədir bu şeyx. Şeyx də baxır kitaba, görür ki, bu Buxaridir də deyir. Deyir, bu Səhih Buxari kimi yazılıb, bu stildə yazılıb, bu üslubda yazılıb. Baxır, oxuyur o kitabı, xoşuna gəlir. Hamısını oxuyur. Sonra bildirəndən sonra ki, müəllif kimdir? Hər məclisdə rəhmət oxuyur. Əvvəl lənət oxuyur, hər məclisdə yəni rəhmət oxuyur. Ona görə baxsan, ancaq dəlildir, qardaş. Yəni, özündən heç nə, öz fikrini burada irəli sürmür. Fikir ver, Buxarinin sözünü gətirdi, dalı ilə Buxarinin sözünə dəlil gətirir. Deyir ki, bunun sözünə də elm əməldən və sözdən öncə gəlir, deyir dəlil. Bu dəlil də Qurandan gətirir. Fə'ləm ənəhu la ilahə illallah və estəğfir li zənbik. Fə'ləm. Fə'ləm nə deməkdir? Öyrən, bil. Bil ki, Allahdan başqa haqq məbudu yoxdur və günahların üçün bağışlanma dilə. Fəbədə bil ilm qablə qavl vəl əməl. Və deyir, davam edir, deyir ki, və söz və əməldən öncə elmdən başladı. Elmdən başladı. Sonra şərhçi buyurur ki, şərhçi Şeyx Süleyman rahimehullah, hafizəhullah buyurur ki, İhtəccəl Buxariyyu rahimehullah bi hədihil ayə alə ənəl ilm səbiqun lil qavl vəl əməl. Buxari, yəni bu ayətdən ihticac eləyərək, yəni dəlil gətirir ki, yəni söz və əməldən öncə elm gəlməlidir. Elm sözdən və əməldən öncə gəlir. Və həmçinin Şeyx Muhammed Abdülvahhab da bunu yəni bu cür deyir. Yəni sözdən və əməldən öncə elmin gəlməsi haqqında və şeyx buyurur ki, burada və sözdən və əməldən öncə elmdən başladı. Heysu əmərallahu nəbiyyəhu sallallahu aleyhi və səlləm bil ilmi thumməl əməl. Və Allah Teala öz peyğəmbərinə əməldən öncə elmi əmr eləyir. Əməldən öncə elmi əmr eləyir. Necə ki, fə'ləm ənəhu la iləhə illallah. Bil, öyrən, bil ki, Allahdan başqa haqq məbudu yoxdur. Və həzə ə'zamul ilm. O da la iləhə illallah kəlməsi elmin ən əzəmətlisidir. Tövhiddir. Ən əzəmətli elmdir. Və sonra onun dalınca əmələ və istəğfir li zənbik və günahlarına bağışlanma dilə. Günahların üçün bağışlanma dilə. Fədəllə alə ənəl ilm müqəddəm aləl əməl. Bu da nəyə dəlalət edir? Elm əməldən öncədir. Çünki Allah Teala bununla başladı. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əbdəvu bimə bədəallahu bih. Allahın başladığı ilə başlayıram. وبهذا يكون شيخ الإسلام تيمية قد بين هذه المسائل ودل عليها بسورة العصر العظيمة وبين وجوب بداية بالعلم. Ve bununla da Şeyhülislam
bu məsələləri bəyan edir və dəlil olaraq da Əsr surəsini gətirir, əzəmətli surəni və bu məsələdə də elmdən başlamağın vacibliyini vurğulayır. وَلَمَّا فَرَغَ رَحِمَهُ اللّٰهِ مِنَ الْمَسَائِلِ الْأَرْبَعَةِ التي هي كمقدمة الأصول القادمة وهي تمهيد لكل علم والأصل لكل خير شرع في تفصيل ثلاث مسائل. Yəni şeyx burada 4 məsələni müqəddimə olaraq gətirəndən sonra 3 məsələyə keçir. 4 məsələ müqəddimə olaraq hansı məsələlər idi? Keçdiklərimiz elm, əməl, dəvət, səbr. Müqəddimə olaraq gəldi bunlar hamısı. Sonra deyir keçir, başlayır 3 məsələni izah etməyə. Bu kiçik bir kitabdır əslində. Şeyxin yolunu burada, yəni bu kitabda minhəcini, üslubunu izah edir. Yəni birinci gətirdiyi bu kitaba bir giriş olaraq 4 məsələdən başladı. Və hiyə məsələ 4 məsələti hiyə müqəddimə kimi gəldi bu məsələlərə. Və hiyə təmhid li kulli ilm. Yəni hər bir elmə bir giriş kimi və la budda minha li kulli ilm. Və la budda li talib ilm izə ərada ilmən ən yetəallimə hədil məsail əl-arba'a. Yəni hər bir elmin girişidir bu. Yəni elm tələbəsi bu elmlərdən qabaq bu şeyləri 4 məsələni öyrənməlidir. Və hiyə aslul kulli xeyr. Yəni çünki bu hər bir xeyrin əslidir, açarıdır. Və hər bir xeyr 4 məsələdən ibarətdir. Fələmmə zəkərə hədil məsələ arba'a şər'a fi təfsil sələsət məsələ. Yəni bu məsələlər 4 məsələni bitirdikdən sonra 3 məsələyə keçir. Və bu da əzəmətli tələb olunan məsələlərdəndir və yəni Allahı təkləşdirmək məsələləridir. Şər'a fi təfsil həzə məsələ sələsə və hiyə fərdu ayn. Və bu 3 məsələ də nədir? Fərdul ayn. Hər bir müsəlman bunları bilməlidir, öyrənməlidir. Zəkərə kən istir qadın olsun, istir kişi olsun, hamı da buna öyrənməlidir. Və buyurur ki, müəllif, İ'ləm rahiməkallah ənəhu yecibu alə kulli muslimin və muslimətin təallumu thələthi həzihi əl-məsail vəl-əməl bihinnə. Bil ki, Allah sənə rəhm eləsin, hər bir müsəlmana, kişi və qadına bu 3 məsələni öyrənib onlara əməl etmək vacibdir. Birinci nədir? Birincidir ki, bil ki, ənnəlləhə xaləqənə. Allah bizi yaradıb. Yəni Allah məxluqatı yaradıb, insanları yaradıb. Bu da məlumdur ki, Allah yaradıb. Hamı bunu bilir və onlara neymətlər verib, ruzləndirir. Və bu da inkar olunmaz bir məsələdir. Və onları boşu-boşuna buraxmayıb insanları. وَلَمْ يَتْرُكْهُمْ سُدًّا Yəni heyvanlar kimi onlara nə əmirlər, nə qadağalarla mükəlləf etməmiş şəkildə belə boşu-boşuna buraxmayıb. Əmirlərlə və qadağalarla mükəlləf eləyib insanı, şərəfləndirib insanı. Bəl xalqəhum ləmnir azim. Yəni əzəmətli bir iş üçün, bir məsələ üçün Allah Taala insanları yaradıb və hikmətlə yaradıb, hikmət üçün yaradıb və o məsələdə onların xeyirləri var, xoşbəxtçiliyi var, dünya və axirət səadəti var. O da nədir? İbadət. Allaha ibadət etmək və ona heç bir şeyi şərik qoşmamaq. Necə ki Allah Taala buyurur ki: "Və ma xalaqtul cinnə vel insa illə liyabudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və Allaha ibadət də tövhidlə olur. Yəni təkcə ibadətdə ona, yalnız ibadəti ona yönəltməklə olur. Və nulahid huna Allah azze ve celle rabata ibadatu bi xalqihi el-cin vel-ins li bayan ennel xaliq el-mucid min el-adam huve mustahiq lil-ibadət. Fikir verin. Allah Taala deyir burada, buyurur ki, mən cinləri və insanları yaratdım ki, mənə ibadət etsinlər. Yaradılışı bildirir. Yaradılış. Yəni yaradan kimdir? Allah Taala. Yəni bununla da Allah Taala bildirir ki, yəni yaradana, ibadət yaradanın haqqıdır. Səni heç nədən yaradanın, heç bir şey yarada bilməyən, heç nəyə qadir olmayan, yəni bu şeylərə qadir olmayan ibadət olunmaz. Haqqı çatan elə səni heç nədən yaradandır. İbadətə haqqı çatan yalnız odur. Necə ki, yaratmaqda onun heç bir şəriki yoxdur, ibadətdə də onun heç bir şəriki olmamalıdır. Yoxdur da. Vacibun alən-nas əllə yekun lehu şərik fi ibadət. Ona görə insanların üzərinə vacibdir ki, Allah heç bir şey şərik qoşmasınlar. Onu ibadətdə yalnız, yəni ibadətdə onu təkləşdirsinlər, yalnız ona ibadət etsinlər. Allah Taala feillərində təkdir. Ondan başqa xaliq yoxdur. Və odur ki, ona ibadət etmək, yalnız ona ibadət etmək vacibdir.
necə ki, onun feillərində heç bir şeyə şəriki yoxdur, həmçinin ibadət məsələlərində də onun heç bir şeyi şəriki yoxdur. İbadət yalnız ona edilməlidir. Allah subhanahu wa ta'ala buyurur ki, Ya eyyuhən-nəsu ubudu rabbakumullezî xalaqakum vellezîne min qablikum leallekum tettaqûn. Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin. Leallekum tettaqûn. Ola bilər ki, siz təqvalı olasınız. U'budu rabbakum ellezî xalaqakum deyir Allah Teala burada. U'budu rabbakum. Yəni Rəbbinizə ibadət edin. Hansı Rəbbinizə? Sizi yaradan Rəbbinizə. Sizi yaradan Rəbbinizə ibadət edin. Digər bir ayədə Allah Subhanahu wa Taala buyurur ki: "Ellezî ceale lekumul arda firâşa ve's-semâe binâ'a ve enzele mine's-semâi mâ'en feahrace bihi mine's-semerâti rizqan lekum. Felâ tec'alû lillâhi endâden ve entum ta'lemûn." Sizə yeri döşəmə edən və göyü isə sizin üçün tavan edən və göydən sizə su endirib, o sudan sizin üçün müxtəlif növbənöv məhsullarla sizi ruziləndirən, geniş ruzi verən Allaha, yəni o Allah ki, sizə geniş ruzi verir. Fələ tec'alû lillâhi endâden və entum ta'lemûn. Odur ki, bildiyiniz halda heç bir şeyi Allaha tay tutmayın. Allah Teala bizə bildirir ki, yəni yaradan odur. Yerləri, göyləri yaradan, insanları yaradan və göydən su endirib, o suyun səbəbi ilə cürbəcür nemətlər yetişdirən kimin üçün? Bizə nemət olaraq. Buna kim deyilən? Allah Subhanahu wa Ta'aladır. Sən də Allah'a qoyursan, deyirsən başqa birisinə ibadət edirsən. Və yaxud Allah'a da ibadət edirsən, digərinə də ibadət edirsən. Və yaxud Allahdan qeyrisinə ibadət edirsən ki, Allah'a yaxınlaşmaq üçün. Yəni ibadətdə Allah'a şərik qoşursan. Bu şeyləri eləyən Allahdır. Allahdan başqa varmı bunu eləyən? Göydən su nazil eləyən, bu sularla, yəni bu su vasitəsilə ruzi verən bizə. Odur ki, ibadətdə də Allah Subhanahu wa Ta'ala tək olmalıdır. Yəni ibadətdə də Allah'a təkləşdirmək lazımdır. Heç bir şeyə Allah'a şərik qoşmaq olmaz. İbadəti də biz necə bilirik? İbadətin də növünü necə olmalıdır? Bunu da Peyğəmbər sallallahu aleyhi və səlləm vasitəsilə öyrənmək lazımdır, öyrəndik. İnsan özündən bir ibadət kəşf edə bilməz. İbadəti də növlərini necə olmalıdır, Peyğəmbərlər insanlara bildiriblər. Ki Allah Teala Peyğəmbərə tabe olmaq yolunu cənnətə aparan yol etmişdir. Onun yolundan uzaqlaşmaq isə nədir? Cəhənnəmə aparan yoldur. Odur ki, bu qısa olaraq birinci məsələnin, yəni qısa olaraq birinci məsələdir. Və Şeyx Muhammed Abdülvahhab buyurur ki, birinci Allah bizi yaradıb, yəni bizi yoxdan var eləyib, yoxdan var edib. Və bunda şək yoxdur. Və ənəhu əvcədənə minəl adəm və qəd dəllə alə zəlikə ədillətü kəsirə. Yəni Allah Taala'nın bizi heçdən var etməsi, yoxdan var etməsi, bizi yaratması, bunda şək yoxdur və buna dəlillər də var. Və həmçinin bu haqda Allah Teala buyurur ki, Huvəl-ləzi xalaqakum min tin. Huvəl-ləzi xalaqakum min tinin summa qada əcələ. O sizi palçıqdan yaradandır. Sizi palçıqdan yaratdı. Sizi palçıqdan yaradan sonra əcəlinizi təyin edən odur deyir. Summa qada əcələn. Sonra sizin əcəlinizi təyin edən odur. Və əcəlun musamma indehu. Əcəl də onun yanında artıq hesablanıb. Yəni bəlli bir əcəl var onun yanında. Summa entum temterun. Sonra siz şübhə edirsiniz. Çünki Allah Subhanahu wa Ta'ala bildirir ki, yaradan Allahdır. Sizi yaratdı. Əcəl var, hər bir şeyin əcəli var, vaxtı var. Bununla da siz yenə də nədir? Şübhə edirsiniz. Və laqad xalaqnakum summa savvarnakum. Biz sizi yaratdıq və sizə surətlər verdik. İnsan sizi yaradan Allahdır. Bunu bildirir bizə. Ya eyyuhən-nəs ubudu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum leallekum tettaqûn. Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin. Ola bilər siz təqvalı olasınız. Ələ ləhul xalqu vəl-əmr. Yəni yaratmaq da, əmr etmək də ona aiddir. Allah Teala'ya aiddir. Və Allah Teala bizə ruzi verib. Deyir, və razaqana.
Allah bizi yaradıb və bizə ruzi verib. Və necə ki Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhan-nasu ubudu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun." Bu yaradılışa aid olan ayədir. Ey insanlar, sizdə və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin, ola bilsin siz təqvalı olasınız. Bu yaradılış haqqındadır. Daha sonra digər bir ayədə Allah Teala buyurur ki: "Ellezî ceale lekumul arda firâşen ve's-semâe binâen." O Allah ki, hansı ki sizin üçün göyü tavan etdi, yeri də döşəmə. Bu da nədir? Neymətdir. Allah tərəfindən verilən neymətdir. Sonra və ənzələ minəs-səmâi mâen fəəxrəcə bihi minəs-səmərati rizqan lakum. Göydən su endirdi və onun vasitəsilə sizə müxtəlif növ, yəni neymətlərdən ruzi verdi, ruziləndirdi. Yəni müxtəlif neymətlərdən sizə ruzi verdi. Bu da nədir? Ruziyə dəlildir. Yaratmaq, neymət vermək, ruzi vermək hamısı Allahdandır. Fələ təcəalu lillahi əndədən və entum ta'lamun. Sonra nə deyir Allah Teala? Odur ki, deyib bunu bildiyiniz halda Allaha heç bir şey tay tutmayın, şərik qoşmayın. Fikir verin. Allah Subhanahu Teala başa düşən başa düşməlidir. Tədəbbür eləyən başa düşən başa düşməlidir. Ki, insan, səni yaradan mənəm. Sənin üçün neymətlər verən, ruzi verən mənəm. Bunu bildiyin halda niyə gedib başqasına şərik qoşursan? Başqasına mənə şərik qoşursan deyir. Yəni odur ki, rububiyyə tövhidi var ha. Allahın Rəbb olması haqqında, Allahın yəni yaratmaqda, mülkün sahibi olmaqda, bu şeyləri dərk eləməkdir. Bu insan bunu dərk eləsə, düşünsə, bu uluhiyyə tövhidini gərəkdirir, ibadət tövhidini gərəkdirir. İnsan düşünməyib, hələ belə yaşayanda heç nə, yəni belə də olmalıdır. Bir düşün, sənə bunu verən kimdir? Bu neymətləri sənə verən kimdir? Artıq dərk eləyəndən sonra, dərk eləyirsən, ondan sonra sənin bu dərk eləməyi nəyə gərəkdirir? İbadəti. Şükür eləməlisən. İbadəti də artıq ağıllı insan bilməlidir ki, mənə ruzu verən Allahdırsa, mənə yaradan Allahdırsa, mənə yəni yedizdirən, çizdirən, mülkün sahibi odursa, kainatı idarə edən odursa, mən niyə görə onu qoyub başqasına ibadət etməliyəm? Ağılsızlıqdır. İnnallâhe huvər-razzâqu zul-quvvetil metin. İnnallâhe huvər-razzâqu zul-quvvetil metin. Allah Teala buyurur ki, həqiqətən də Allah razzaqdır, yəni ruzu verəndir, qüvvət sahibidir, mətindir. Qul mən yarzuqukum minəs-səmavati vəl-ardi qulillah. De, sizə yerlərdən və göydən və yerlərdən ruzi verən kimdir? De, Allahdır. Yəni ruzi verən Allah Subhanahu wa Ta'aladır. Bizi ruziləndirən Allah Teala'dır. Və məlumdur ki, uşaq, ana bətnində olan uşağın da ruzisini Allah Teala verir. Orada heç bir şey eləmir. Ana bətnindədir. Onu yedizdirən, onu ruziləndirən kimdir? Allah Subhanahu wa Ta'aladır. Yəni, hətta ana bətnində olanın uşağın ruzisi belə yazılıb. Və sonra gəlib buyurur ki, və Allah Teala bizi boşu-boşuna da bıraxmayıb. Bizi yaradıb, ruziləndirir, yedizdirir, çizdirir, neymətlər verib bizə və boşu-boşuna da belə tərk eləməyib ki, yaşayın özünüz üçün. Yəni, yaşayın, bir gündə öləcəksiniz. Yox, məqsəd var. Məqsəd barəsində də inşallah bizi boşu-boşuna bıraxmayıb. Bu da gələn dərsdə oxuyacağız inşallah. Subhanakallahumma ve bihamdik, eşhedü en la ilahe illa ente, estağfiruke ve etûbü ileyk.